Yuxuda yol getmək. Bəs bu yuxu sizə nə demək istəyir? Yol həyatın simvoludur. Yuxuda yol getmək əslində öz taleyinizin içində addımlamaq deməkdir. Hara gedirsiniz? Kimlə gedirsiniz? Və yol necədir? Əgər yuxuda sakit, düz və işıqlı bir yolda gedirsinizsə, bu həyatınızda hər şeyin nəzarətdə olduğunu, doğru yolda olduğunuzu göstərir. Hədəfiniz sizdən uzaqda olsa da, siz ona doğru inamla irəliləyirsiniz. Əgər yol dolama, enişli yoxuşlu və ya qaranlıqdırsa, bu qarşıdakı çətinliklərə işarə ola bilər. Həyat sizdən səbir, düşüncə və cəsarət istəyir. Bu yuxu sizə deyir, qorxma. Bu yol sənin formalaşma yolundur. Yuxuda tək yol getmək biraz tək qalmağın, daxili yolçuluğun simvoludur. Bəzən bu özünüzü daha yaxşı tanımaq və həyatınızda yeni mərhələyə keçmək ehtiyacını göstərir. Əgər kiminləsə birlikdə yol gedirsinizsə, bu münasibətlərin və dostluqların rəmzidir. Yol yoldaşınız həyatınızdakı vacib bir insandır. Ya artıq var, ya da tezliklə qarşınıza çıxacaq. Bəzən isə yuxuda yol getmək sadəcə bir xəbərdir. Daxildən gələn səssiz bir səs deyir. Hələ yolun başındasan, davam et, dayanma. Unutmayın, hər yol bir seçimdir. Hər addım bir qərar.